Qaldığımız yerdən davam edirəm. Deməli, Fast API yüklədik və get sorğusundan bir dənə index funksiyası yazdıq. Index funksiyası vasitəsilə base URL-ə sorğu gələndə, get sorğusu gələndə return elədiyi name-i və age-i. Yəni bir JSON formatında bir data qaytarırdı bu. İndi mən sizə göstərəcəm həmin URL-dən necə bura data göndərmək olar onu. app.get yazmışdım. Biraz ekranı böyüdürəm, rahat görə biləsiniz. Baxın, slash-dən sonra bir dənə bura mötərizə açıram və içərisində name yazıram. Daha sonra indeksin içərisində gəlib deyirəm ki, bir dənə name gələcək. Return edirəm bu gələn name-i bu şəkildə. Daha sonra proqramımı çalışdıracağam. Terminalı açıram. CLS yazıb buranı təmizləyirəm. Necə işə salırdıq? Uvicorn. Faylımın adı nədir? Index. Appimin adı da ki, elə app yazmışam. Buraya yazıram 2.app reload. Enter vururam. İşə düşdü. Baxın, detail not found yazır. Amma gəlib burada slash müşfiq yazıram. Baxın, name müşfiq, age 23. Pretty print vururam. Biraz da böyüdürəm, rahat görə biləsiniz. Baxın, bu şəkildə gəlir. Buradan məsələn müşfiq yox, başqa bir şey göndərə bilərəm. Məsələn, Eyvaz. Enter. Baxın, name Eyvaz, age 23. Bu şəkildə burada get metodunu istifadə eləyib URL-dən name-i götürə bilərik. Mən də burada sizə reload yazdım. Onu izah edəcəm. Reload nədir? Baxın, proqramın işini dayandırıram. Ctrl-C ilə CLS yazıb ekranı təmizləyirəm. Daha doğrusu terminalı təmizləyirəm. Və gəlib burada deyirəm ki, baxın, bu app olmasın, my app olsun birinci. Daha sonra burada da my app kimi istifadə etməliyəm ona görə. Və gəlib burada yenidən proqramı işə salsam, uvicorn deyirəm. Index faylının içərisində appimin adı nədir? My app. Daha sonra reload deyirəm. Enter vururam, proqram işə düşür. Baxın, burada yazdığım my app mən burada appimə verdiyim addır. Refresh atıram, baxın bu şəkildə yenə də işləyir. Burada index.python yazmışam deyə faylimin adına və ona görə də gəlib burada index yazıram. Index kimi istifadə edirəm. Reload nədir? Məsələn, mən burada gəlib 24 yazsam, refresh atsam, baxın avtomatik dəyişəcək. Yəni mən orada nəsə bir dəyişiklik aparsam, nəyisə dəyişsəm, özü avtomatik onu oxuyacaq və burada bizə bir nəticə göstərəcək. Reload da onun üçün istifadə olunur. Ad yazaq, məsələn, natiq yazıram, amma kiçik hərflərlə yazıram. Enter vururam, baxın kiçik formada gəldi. Mən istəyirəm bu adın birinci hərfini böyük qaytarsın. O zaman gəlib burada name.title yaza bilərəm. Tamam. Name onsuz da string olmalıdır, düzdürmü? Amma .title yazanda bunu tanımır. Yəni name'in baxın parametr name any yazır. Yəni hər hansı bir type-da ola bilər, data tipində ola bilər. Ona görə title tanımır. Title nəyin metodudur? Stringlərin. Mən də burada name'i bilirəm stringdə, amma proqram bunu tanımır. Ona görə gəlib burada yazıram ki, 2.string. Yəni name string olacaq və gəlib buna baxsam rəngi dəyişir və name'in üzərinə gəlirəm. Baxın, deyir ki, parametr name string olmalıdır və string metodu da mən çalışdırmışam. Və gəlib refresh atsam, baxın bu şəkildə natiq yazısını böyük hərflərlə görə bilərəm. Yəni birinci hərfini böyük formada görə bilərəm. Və yaxud gəlib burada Q hərfini böyüklə yazsam, yenə də baxın, burada Q hərfi böyüklə olsa da, burada Q hərfini kiçiklə yazdı. Çünki string metodlardan title metodu nə edirdi? Sözün birinci hərfini böyük, digərlərini kiçik formaya gətirirdi. Eyni ilə burada /docs yazsam, enter vursam, baxın bizə belə bir pəncərə gəlir, belə bir Swagger yüklü gəlir. Fast API-nin içərisində rahat istifadə edə bilirik. Docs yazanda Swagger template-inə əlimiz çatır, belə deyim. Və burada da default olaraq görürük ki, bir dənə get sorğusu ata bilirik. Ana URL-ə, yəni bu formada name-i daxil eləyərək. Məsələn, buradan gəlib try out deyirəm. Gəlib buradan name-i yazıram ki, məsələn, olsun Ali. Hətta belə yazaq. A-L-I. Bu şəkildə yazıram. Execute edirəm. Baxın, request URL-im budur. Və cavab olaraq da 200 gəldi. Status kod 200, yəni uğurlu bir proses oldu. Response body-yə baxıram, yəni geri qayıdan cavaba baxıram. Name Ali, age 24 bu şəkildə bizə bir cavab gəlir. Sonra burada content length, yəni uzunluğu tapa bilirəm. 23, məsələn, buradakı simvolların sayıdır. Məsələn, name 4, age 3, 7, daha sonra 2 dənə, hərəsində 2 dənə dırnaq var. 9, 11, 12, 13, 3 dənə burada da 16, 2 də burada 18, 2 dənə dırnaq da burada da 20. Burada da bir dənə 2 dənə mötərizə var, 22, bir dənə də vergül 23. Yəni bu 23 onu göstərir. Content type application JSON-dır. Yəni burada JSON formatında bizə bir data gəlir, onu göstərir.
tarixi göstərir və serverdəki UV-Core'dan istifadə etdikdə UV-Core'nu göstərir. Bu şəkildə Swagger'dan da istifadə edə bilərik. Hazır Fast API-nin içərisində gəlir. Ya da ki, URL-in sonuna 127.0.0.1.8.000 portu /redoc yazsam, enter vursam, bu şəkildə redoc-dan istifadə edə bilərik. Burada göstərir bizə get sorğu sata bilərik və bunun URL-i necədir? /name olacaq. Baxın, bu şəkildə URL-i tam göstərir. Bizə burada göstərir ki, name parametri olmalıdır və required məcburidir. Name yazmalıyıq. Daha sonra response-dakı 200 ya da ki 422 validation error var ya da ki successful response var. Yəni bunlar özü default olaraq gəlir. Yəni bu ikisindən birini ala bilərik. Məsələn, gəlib burada yazıram, nəsə də bir rəqəm yazıram, enter vururam. Burada baxın, bu şəkildə rəqəmi qaytarır. Amma belə bir problem olmalı idi. Yəni bu string deyil də axı, bu rəqəm daxil etmişdim mən burada. Gəlib mən burada yazardım ki, name.title əvəzinə yazardım ki, yəni buradan daxil etdiyimiz string formasında götürə bilir də, yəni string formasında götürür əslində. Mən gəlib burada deyirəm ki, name olmasın da, bu age olsun. Və burada da gəlib name əvəzinə burada yazıram Müşfiq. Yazıram age plus 6. Burada da age yazıram. Deyirəm age də integer olmalıdır. Bu şəkildə bir dəyişiklik elədim. Gəlib indi bura age yazıram, məsələn 23, enter vururam. Baxın, name Müşfiq, age 29 gəlir. Okay, mən buradan 23 daxil etdim. Bura 29 gəldi. Yəni 23 üstə gəl 6 gəldi. Amma mən gəlib bura yazsam ki, age vurulsun. Yəni oradan string gəlirdi də. Oradan string gəlsə age-i məsələn 4-ə vursam 4 dəfə təkrarlayacaq. Elə bir proses aparmalıyam ki, burada error alınsın. Yəni məsələn mən orada integer aldığımı bilim də. Yəni bilim ki, oradan integer getməlidir. Yaxşı, gəlin belə eləyək. Bura plus yazdım. Okay, age plus 4 gəlsin. Gəlib buradan belə hərflər daxil etsəm, enter vursam, baxın detail, type into parsing falan belə bir parsing xətası gəlir bizə. Gəlib bura baxsam, yəni bu xətanı mən yazmadım. Bu xəta default olaraq, yəni bu Fast API-nin bizə verdiyi özəlliklərdən biridir. Özü avtomatik bir xəta qaytarır. Yəni nəsə bir problem olduqda özü 422 status kodundan bir dənə xəta qaytarır. Yəni bunu biz yazmamışıq. Bu Fast API-nin özündə hazır gəlir. Üstəgəl, mən burada məsələn proqramı söndürdüm. Burada H+4 yazdım. Okay, bura əladır. Gəlib burada deyirəm ki, UV-Core, daha sonra index 2.app yazıram. Enter vururam. Proqram işə düşəcək. Daha doğrusu app'imin adı dəyişmişdim, my app eləmişdim. Gəlib burada index 2.my-app yazıram. Enter vururam. Burada gəlib bir rəqəm yazıram. Məsələn yazıram ki 19, enter vururam. Baxın, Müşfiq age 23 bu şəkildə gəlir. Biraz da böyüdürəm ekranı, rahat görə bilərsiniz. Bu şəkildə gəlir. Pretty print vururam, görürəm datanı. Mən digər burada deyirəm ki, age plus 4 yox, age plus 9 olsun. Gəlib burada refresh atıram. Baxın, hələ də age 23 gəlir. Nəyə görə? Çünki biz burada reload yazmadıq. Mən burada sonradan gəlib nəyisə dəyişsəm, reload yazmasam, yəni avtomatik özünü yeniləmir. Burada etdiyim dəyişikliyi görmür. Necə run eləmişdiksə o formada çalışdırır. Ona görə biz burada proqramı çalışdıranda UV-Core index 2.my-app, daha sonra burada reload yazırıq ki, yəni mən burada nəyisə biz development səviyyəsində ya hal-hazırda proyekt yazmağa çalışırıq. Burada gəlib nəyisə dəyişib yoxlamaq istəyirik falan. Ona görə reloaddan istifadə edirəm ki, mən burada nəyisə dəyişəndə sən bunu avtomatik gör. Mən əgər bu proyekti production səviyyəsinə çıxartsam, daha doğrusu, yəni bu məhsul artıq hazırdır, bunu deploy edirəm. O zaman bu reload bizə lazım deyil. Çünki bir dəfə yazdıq, qurtardı və onu deploy edirik. Yəni burada nə yazmışdımsa o işləyəcək. Hal-hazırda mən bunu development modunda olduğuna görə reloadla işlədirəm ki, mən burada nəyisə dəyişib yoxlamaq istəyirəm, test eləmək istəyirəm. Sən bunu hər dəfə gör. Ona görə burada reload yazırıq. UV-Core'dakı bizim serverin, istifadə etdiyimiz serverin adıdır. Yəni bu şəkildə enter vursam bizim proyektimizi işə salacaq. Bu videoda da mən sizə get sorğusundan, yəni URL-dən necə bir data almaq olar onu göstərdim. Yəni bir parametri necə almaq olar onu göstərdim. Burada URL-in sonunda bu parametr varsa indeksdəki təbii ki, yəni bu parametri qəbul etməlidir və return etdim age plus 9-u və age dedim ki integer olmalıdır. Buna type int deyirlər. Type int bizə Pydantic-də çox lazım olacaq. Xüsusilə Fast API-də çox lazım olacaq. Yəni Fast API Pydantic ikisi paralel işləyir. Amma hələ ki belə bir kiçik bir başlanğıc elədik. Bu video bu qədər olsun. Ümid edirəm ki, bura qədər hər şey əladır. Bir şeylər izah eləyə bildim. Növbəti videolarda görüşənədək.